Sen kimin cemaatinden, sen kimin cemaatindensin. İslamda kimin cemaatinden diyesen bir söhbət yoxdur. İslam dinində Muhammed sallallahu aleyhi ve sellem var. Bir de onun yolunun davamçıları var. Kul hâzihi sebili ed'u ilallahi ala basiratin ene ve men ittebe'ani. De bu benim yolumdur. Ben Allah'ın yoluna bəsirət üzrə dəvət edirəm. Mən və mənim tabiçilərim. Biz bugün Muhammed sallallahu aleyhi ve sellemin tabiçisiyik. Onun yoluyla getməliyik. Fulanın cemaati, Fehmanın cemaati olmamalıdır. O ki dəlilsiz, subutsuz yerə insanlara ad qoşurlar. Fəsadlardan biri nədir? Dəvətçilər gözdən düşür. Hətta qarpız satan, xiyar satan, kələm satan dəvətçiləri tənqid eləyir. Onlar haqqında pis-pis ifadələr işlədirlər. Bunun nəticəsi budur. Əgər müəyyən adamlar oturub dəvətçi kimi özlərini təqdim edib, sonra millətin başını söyünclə, təhqirlə, istihza ilə, hırtıldıya gülməklə belə şeylərlə qatırlarsa, onlar kötü, pis örnək olurlar ölkəmizə də, millətimizə də, gənc nəslə də və beləliklə İslam risaləsini daşıyanlar neyinir? Gözdən düşürlər. Fəsadlardan biri nədir, qardaş? Fəsadlardan ən təhlükəlisi insanların İslamdan nifrət eləməsi. Nə qədər adamlar var, deyir ki, bunlara bax, misal ki, real dəyəcəm. Mədinədə oxuyublar, hamısı bir-birlərini qırırlar. Hamısı bir-birlərini qırırlar. Baxın, bu cür dedikoduların, ad yaxmaların, ondan sonrası şeyin arxasında əsas iki hədəf var. Bir, şəxsi mənfəət. Yəni, sanki bu şeyləri önə sürərkən o kütlə, bayaq dediyim o tayfa, hökumətə nəyi göstərir? Baxın, biz ən doğru olanlarıq. Və o birislərin hamısı yanlışdır. Bunun arxasında, əslində, pərdə arxasında şəxsi mənfəət, kəpik-küpük din adı altında axtarmaqdır. Başa düşürsən? İkincisi də, əslində İslamın yayılmasının qabağını almaqdır. Biri iman zəifliyidir, qardaş, biri də nifaqdır. Biri iman zəifliyidir, biri nifaqdır. İkisi də, bunun üçüncüsü yoxdur, iki şərdən biridir.